Salam əzizim, kanalıma xoş gəlmisən. Bu gün istəyirəm ki, sənə 2026-da nələr etsək daha uğurlu ola bilərik, daha çox məqsədlərimizə çata bilərik, bunun haqqında danışım. Və bu gün tək deyiləm, yanımda gördüyünüz kimi balaca Lilam var. O burada olduğu üçün mən onu tərk edə bilmədim. Dedim ki, gəl bir yerdə qəşəng video çəkək. Demək olar ki, bir aydır kanala video yükləmirəm. Shorts videoları olsa da belə uzun videolar yükləmirdim. Bu həm dekabr ayında bir çox işim var idi, səyahətlər var idi. Buna görə dedim ki, elə 2026-nın ilk ayından başlayaram sizə qəşəng videolar çəkərəm. Və dediyim kimi bu videoda da sizə 2026-da məqsədlərimizə, hədəflərimizə çatmaq üçün lazım olan, bizə kömək edəcək şeylərdən danışacağam. İlk olaraq danışmaq istəyirəm ki, harda hərəkət varsa orada bərəkət var. Bir çoxumuz möcüzə gözləyirik. İstəyirik ki, oturaq. Keçən il olduğu kimi, ondan əvvəlki illər olduğu kimi oturaq yerimizdə və heç nə etməsək belə 2026-da bir möcüzə olsun və bizim həyatımız dəyişməyə başlasın. Çox təəssüf ki, belə bir şey yoxdur. Çünki mənim özüm də hər şeyin ən rahatını, ən asanını istəyən biriyəm. Ancaq bilirəm ki, əgər hərəkət etməsəm, bu iş, bu xəyal, bu mənim hədəflərim reallaşmayacaq. Ona görə də harda hərəkət varsa orada bərəkət var. Əgər həqiqətən də 2026-da hədəflərimizi reallaşdırmaq istəyiriksə, məqsədlərimizə çatmaq istəyiriksə, biz hərəkət etməyi bacarmalıyıq. Məsələn, ola bilər ki, sənin hədəfin olsun, mən sosial mediada işimi böyüdüm və artıq insanlara daha çox faydalı olum, həmçinin də daha çox qazanc əldə edeyim. Bunun üçün nələr etməliyik? Təbii ki, ilk olaraq birinci başlamalıyıq sosial medianı açmaqdan. Yəni heç olmasa o sosial media hesabını açmalıyıq, ora qoymalıyıq ki, görək biz nələr edə bilərik. Digər məsələ, əgər bu dəqiqə kursa gedə bilirəmsə, hər hansı bir təlim ala bilirəmsə, mütləq bunu almaq. Büdcəmizə uyğun olaraq bir kursdan, təlimdən və yaxud da bir mentordan konsultasiya ala biliriksə, bundan almaq və yararlanmaq lazımdır. Təbii ki, biz bir şeyi öz-özümüzə də öyrənə bilərik. Amma biri var illərlə, səhv eləyə-eləyə öyrənək. Biri də var ki, doğru bizə yol göstərənlə, mentorla, doğru bunu bilən insanla başlayaq və işimizə davam eləyək. Belə olanda əlbəttə ki, biz vaxt itirmirik. Çünki həyatdakı ən vacib şey zamandır, vaxtdır və biz bunu itirməyəndə daha çox irəliyə getmiş oluruq. Öyrənəndən sonra ki, sosial medianı necə doğru idarə etmək lazımdır, başlayırıq sosial mediamızı doğru şəkildə idarə etməyə. Sosial mediamızı doğru şəkildə idarə etmək nə deməkdir? Məsələn, kontent paylaşmaq, hər gün insanlara öz sahəmiz haqqında faydalı məlumatlar paylaşmaq. Tutaq ki, sənin sahən ingilis dili müəllimliyidir və istəyirsən ki, bu sahədə öz sahəni böyüdəsən, insanlara daha çox yararlı olasan, həmçinin də burdan sənə daha çox müştərilər, daha çox tələbələr gəlməyə başlasın. Bunun üçün də başlayırsan öz sahən haqqında. Təbii ki, bu hər kəsin öz sahəsinə aid ola bilər. İndi mən misal üçün ingilis dili müəllimi dedim. Öz sahən haqqında çoxlu videolar paylaşmağa, çoxlu kontentlər paylaşmağa, insanlara fayda dəyər verməyə və belə-belə sən insanların qabağına çıxmağa başlayırsan. Amma burada nə var? Əlbəttə ki, hərəkət faktoru var. Yəni sən bunu eləmək üçün hər gün mütləq ki, hər gün saat 8-də oyanırdınsa, heç olmasa 7-də oyanmalısan, 1 saat işlərini tez bitirməlisən ki, gün ərzində sənə 1 saat vaxt qalsın və həmin o 1 saatı sən öz sosial mediana ayırasan və yaxud da ki, bəlkə də gün ərzində boş vaxtların var, amma bu boş vaxtı sən boş-boş şeylərə xərcləyirsən. Bunun əvəzinə o boş vaxtı öz sosial mediana xərcləyirsən və görürsən ki, artıq həqiqətən də irəliləyiş var. Çünki ola bilməz ki, sən hərəkət eləyəsən, sən indi sosial media üzərindən deyirəm, bu müxtəlif işlər üzrə də keçərlidir. Sən bir hərəkət edirsən və nəticə görmürsən. Bu mümkünsüzdür. Nəticə görmək istəyirsənsə mütləq hərəkət etməlisən. Deməli biz nə etdik? Hər gün kontentlər paylaşdıq, artıq sosial mediamızı doğru idarə edirik, insanlara daha çox fayda veririk. Oradan bizim tələbələrimiz gəlir, müştərilərimiz gəlir, onların da nəticələrini paylaşırıq, daha çox insana çatırıq və bunun nəticəsində daha çox da qazanmağa başlayırıq və görürük ki, hərəkət elədikcə bərəkət də gəlir. Yəni nə qədər hərəkət varsa, o qədər də çox qazanc əldə edirik. Oturduğumuz yerdən bizə heç nə gəlməyəcək. Bəli, mən də istəyirəm oturduğumuz yerdən bizə çoxlu göydən pullar tökülməyə başlasın. Bunun sayəsində bütün istəklərimizi eləyək. Bəli, bunu hər kəs istəyir, mən də istəyirəm. Hər kəs asan olsun istəyir. Ancaq unutmamaq lazımdır ki, biz öz işimiz üçün, öz hədəflərimiz üçün, öz məqsədlərimiz üçün mütləq addım atmalıyıq. Daha sonra heç bir zaman hazır olmayacaqsan. Çünki hazır olmaq bir hissdir, qərardır. Sən hazır olmaq üçün qərar verməlisən. Bu gün deyirsənsə mən o hədəfimi, o məqsədimi reallaşdırmaq üçün başlamaq istəyirəm, amma gözləyirəm ki, hazır olum, bu heç vaxt reallaşmayacaq və yaxud da ki, yarı-yarımçıq qalacaq, başlayacaqsan, sonra davam etməyəcəksən, motivasiyanın gəlməyini gözləyəcəksən ki, bu da ayrıca bir məsələdir. Hətta mənim əvvəlki videolarımdan daxil olub motivasiya yox, disiplin haqqında videolarım var. Necə disiplinli olmaq olar, oradan baxa bilərsiz. Gözləyəcəksən bunu və bir də görəcəksən ki, heç nə etməmisən.
Çünki hazır olmaq bir hiss deyil, qərardır. Qərar verməlisən. Hazır olmağa qərar verməlisən. Bu gün yanvar ayının ortasıdır və mən bilirəm ki, hələ qabağımda 11 ay yarım var və mən qərar verirəm ki, qabağıma qoyduğum hədəfimi, məqsədimi reallaşdırmaq istəyirəm. Əlbəttə bu hədəfləri, məqsədləri reallaşdırmaq üçün də bunların nə olduğunu dəqiq bilməliyik. Çünki bunların hamısı bizim beynimizdə qalanda bizdə çaşqınlıq yaradır. Daha sonra hədəflərimiz, məqsədlərimiz nədirsə, bunu beynimizdə saxlamamalıyıq. Bir dənə götürün A4 vərəqi və yaxud dəftərinizi və yaxud telefonunuzun notlar bölməsini. Fərqi yoxdur, sizə necə rahatdırsa. Götürürsüz və 2026-cı ildə etmək istədiyiniz bütün hədəfləri, məqsədləri yaza bilərsiniz və yaxud da ümumiyyətlə götürürsüz ağlınızda nələrsə varsa, yəni nə həyata keçirmək istəyirsiniz, nə reallaşdırmaq istəyirsiniz, hansı hədəfiniz, məqsədiniz varsa hamısını yazın. Sonra görsəz ki, bunlar çoxdur. 2026-da bunların hansını eləmək istəyirsiniz? Sonra bunu 2026-cı il olaraq ayrıca bir bölməyə yaza bilərsiniz. Dediyim kimi ya A4 vərəqə, ya dəftərinizə, ya telefonlarınızın not bölməsinə fərqi yoxdur. Sizə necə rahatdırsa onu istifadə edin. Bunu yazırsınız və gördük ki, 2026-da bizim hansı məqsədlərimiz və hədəflərimiz var. Çünki bizim hədəflərimiz, məqsədlərimiz, etmək istədiklərimiz beynimizdə durduqca bu qarmaqarışıq görsənir. Bir də bəlkə də bizə əl çatmaz, daha çoxmuş kimi qarışıq görsəndiyi üçün biz onu reallaşdırmaq üçün hər hansı bir motivasiyanın gəlməyini və yaxud da ki, nə vaxtsa hazır olmağı, hissin gəlməyini gözləyə bilərik. Amma bayaq dediyimiz kimi hazır olmaq bir hiss deyil, qərardır. Amma bunu yazanda və görəndə ki, bizim məqsədlərimiz, hədəflərimiz bunlardır, ondan sonra başlayırıq yavaş-yavaş onları etməyə və etdikcə də qarşısından tik qoyuruq. Daha sonra bunları yazandan sonra baxırıq ki, orada bizim çoxlu hədəflərimiz var. Məsələn, hədəfimizin biri olsun, bayaq dediyim kimi 2026-cı ildə ingilis dil müəllimi olaraq sosial mediada daha çox tanınmaq, daha çox insana çatmaq və gəlir əldə etmək. Bu bizim bir hədəfimizdir. Ancaq bu hədəf, bu məqsəd böyük bir hədəf məqsəddir, düzdürmü? Bunu etmək üçün biz nə etməliyik? O hədəfi, o məqsədi kiçik hissələrə bölməliyik. Nə etməliyik? Birinci olaraq təbii ki, sosial medianı açmaqdan başlamalıyıq. Daha sonra bunun üçün kurslar, təlimlər alsaq daha yaxşı olar. Edə bilmiriksə əlimizdən gələn şəkildə bunu araşdırmalıyıq, öyrənməliyik. Daha sonra hər gün kontent etməyə çalışmalıyıq. Hər gün paylaşımlar etməliyik. İnsanlara fayda verməyə çalışmalıyıq və bunu davamlı etməliyik. Bunu davamlı eləyəndə heç olmasa minimum 6 aydan sonra görəcəyik ki, biz nəticə almağa başlayırıq. Mənim tələbələrim var ki, onlar bunu eləyib bir ayın içində belə nəticə ala bilirlər. Yəni bu insandan insana dəyişən bir şeydir. Hər kəs öz potensialını fərqli şəkildə istifadə edir. Siz də bunu etməmiş bilə bilməyəcəksiniz ki, sizdə bu necə alınır, necə dəstəyə ehtiyacınız var. Bəlkə ümumiyyətlə o qədər yaxşı edəcəksiniz ki, heç dəstəyə ehtiyacınız olmayacaq. Görəcəksiniz ki, kontent yaratmaq elə sizin işiniz imiş. Həqiqətən kontent yaratmaqdan zövq alırmışsınız və insanlara çatmaq, insanlara fayda vermək, insanlara daha çox fayda qatmaq sizə daha da yaxşı təsir elirmiş. Bunun üçün siz daha motivasiyalı olursunuz, daha disiplinli olursunuz və daha çox bunları insanlara ötürməyə çalışırsınız. Yəni başlamadan bilmək olmaz. Deməli, neynədik? Öz hədəfimiz, məqsədimiz nədirsə, onu kiçik hədəflərə, kiçik məqsədlərə böldük ki, bunu daha da rahat reallaşdıra bilək. Daha sonra rutinimiz olmalıdır. Yəni bizim bir rutinimiz yoxdursa, gün ərzində nələri edəcəyimizi bilmiriksə, planlı, proqramlı deyiliksə, zamanımızı idarə edə bilmiriksə, bu dediklərimi etmək o qədər də asan olmayacaq. Ancaq rutinimiz varsa, səhərlər erkən qalxa biliriksə, planlı, proqramlı biriyiksə, disiplinli biriyiksə, zamanımızı idarə edə biliriksə, bütün bu dediklərimi etmək çox rahat olacaq. Daha sonra şükür şüurunda olmağı bacarmaq lazımdır. Şükür şüurunda olmaq nə deməkdir? Etdiyimiz hər şeyə görə, sahib olduğumuz hər şeyə görə şükür etməyi bacarmaq lazımdır. Hər gün yuxudan oyananda sahib olduğumuz hər şeyə görə şükür eləyəndə, şükür etdiyimiz şeylərdə daha çox çoxalmağa, artmağa başlayır. Ona görə də əzizim, əgər həqiqətən də həyatında 2026 və bundan sonraki illərdə həyatında hər şeyin daha yaxşı getməyini istəyirsənsə, şükür şüurunda olmağı tövsiyə eləyirəm. Çünki şükür etdikcə şükür etdiyimiz şeylər də artmağa başlayır. Ümid eləyirəm ki, bu video sənin üçün faydalı oldu. Əgər bu tipli videoların daha çox gəlməyini istəyirsənsə, kanalıma abunə olub, videonu bəyənib rəy yazmağı unutma.